Allahümme salli ala Muhammed ve ali Muhammed. Bismillahirrahmanirrahim. Selamun aleyküm əziz dəyərli möminlər. Xoş gördük sizləri. Bildiğiniz kimi Allah'ın rəhmət ayı Ramazan ayındayıq. Allah tuttuğunuz oruçları bizlərdən və sizlərdən ali dərəcədə qəbul eləsin inşallah. Bugünkü mövzumuz əzizlər, orucun mahiyyəti barəsindədir. Oruc Allah tərəfindən bizə vacib edilmiş Firuddinin bir əməlidir ki, bu əmələ hər bir şəxs vacibdir ki, bu əmələ riayət eləsin və Allahın bizə buyurduğu orucu səhərdən axşama qədər özünü qoruyub saxlasın. Həm yemək içməkdən, həm də o ki, Allah Teala bizə bu ayda və digər aylardakı o işləri ki, bizə haram eləyib, bu ayda Allah Teala o əməlləri bizim üçün biraz da təkidləndirib ki, insan bu işləri görməsin. Orucun mahiyyəti haqqında çoxlu hədislər var. Orucun mahiyyəti haqqında İmam Sadiq əleyhissalamın məşhur bir hədisi var. Ağa buyurur ki, İnnəmə farazallahu-s-siyam liyəstəvi bihil-ğəniyyu vəl-fəqir. Allah məhz varlı və kasıb bir vəziyyətdə olsun deyə orucu vacib etmişdir. Bu, mənən baxımından həqiqətən vacib bir əməldir orucluq. İnsanın həm zahirini, həm batını paklayan bir işdir orucluq. Onlar Allah Teala burada kasıbla varlığını eyni səviyyədə saxlayaraq və kasıbın gündəlik həyatı, varlığının gündəlik həyatı fərqlidir. Amma Ramazan ayında Allah Teala kasıbla varlığının həyatını gətirib eyni yerdə, eyni vəziyyətdə qoyur ki, o varlı bilsin ki, kasıb nə əziyyət çəkir. Ki, digər aylarda insan biz özümüz ola və yaxud da digər ailələr olsun ki, ola bilər evimizdə hər bir şey var. Amma elə ailələr var ki, kasıb ailələr ki, onların evlərində heç nələri yoxdur yeməyə. Onlar Allah Teala bu Ramazan ayında bizi müvəqqəti olaraq bir sınağa çəkir, bir imtihana çəkir ki, biləsiniz ki, o kasıb ailələr ki vardı, onların evlərində ruziləri yoxdur. Bu bir ay ərzində siz də biləsiniz ki, onlar nə əziyyətlər çəkmişlər. Onlar Allah Teala buyurur ki, İmam Cəfər Sadiqdən məşhur hədisdir ki, İnnəmə farazallahu-s-siyam liyəstəvi bihil-ğəniyyu vəl-fəqir. Allah məhz varlı və kasıb bir vəziyyətdə olsun deyə orucu vacib etmişdir. Orucun əhəmiyyəti ilə bağlı çoxlu hədislər nəql edilmişdir və müsəlmanların oruc tutması çox təkid edilmişdir. Bizə burada vacibdir ki, biz orucun mahiyyətini dərk edib oruc tutaq. Ki, elə oruclar var ki, xas oruc var, çoxlu orucun növləri var. Amma biz müvəqqəti olaraq bir oruc tuturuq ki, səhərdən axşama qədər özümüzü qoruyub saxlaya bilirik. Bu bizim adi tutduğumuz bir orucdur. Onlar Allah Teala buyurur ki, bütün müsəlmanlara mən orucu vacib etmişəm. Bəli, istisnalar var ki, xəstələr var ki, onlar oruc tuta bilməzlər, qocalar var ki, onlar oruc tuta bilməzlər. Amma Allah Teala o ki, bədənləri sağlamdır, səhihdir, düzgündür, onların bədənləri yaxşıdır, vəziyyətləri, onları oruc tutmaq vacibdir ki, həm Qur'an, həm də Peyğəmbərin kəlamlarında bu çoxlu yerlərdə, hədislərdə və Qur'an-ı Kərimin ayələrində gəlməkdir. Sual aydınlaşdırmaq üçün nəql edilmiş bir neçə hədisə diqqət yetirmək lazımdır ki, belə ki, Allah Rəsulü hədislərin birində buyurmuşdur ki, oruc cəhənnəm odunun önündə bir qalxandır, bir çəpərdir. İnsan bu orucu tutmaqla cəhənnəm odunun qabağında bir dənə divar hörür ki, o oruc qoymur ki, o insan cəhənnəmə doğru getsin. Onlara Peyğəmbər buyurur ki, cəhənnəm odunun önündə bir qalxandır oruc. Və orucun mahiyyəti budur. Digər bir hədisdə buyurur ki, oruc tutan yatağında yatsa belə başqasının qeybətini etmədiyi müddətdə ibadət edən şəxs kimidir. Allah Teala bu iki hədislə bizə orucun mahiyyətini çatdırır ki, insan bilsin ki, oruc nə deməkdir. Allahdan dua eləyək ki, Allah Teala sizin oruclarınızı və bizim oruclarımızı bizlərdən və sizlərdən ali dərəcədə qəbul eləsin inşallah. Ənimdə duamız, Mevlamız, Sərvərimiz İmam Zaman ağanın zuhurunu təcil qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və barakatuh.